Yoldaşlar salam, vaxtınız xeyir olsun. Bugün biz dinin qəbul suallarına baxırıq. Demək, yer gəlmişəm bu imtahan 5 iyul 2026-cı ildə keçirilir. Son qəbuldan söhbət edir və üçüncü qrup suallarıdır. Diqqətlə izləməyinizi, dinləməyinizi xahiş edirəm. Ona görə ki, daha önəmli məsələlərə ümid edirəm ki, toxunacağam və sizin üçün aydın olacaq bir çox məsələlər. Başlayaq sualların izahına. İlk sual belədir. 1955-1967-ci illər arasındakı dövrə aid olan ifadələri müəyyən edir. Demək ki, biz aşağıdakı 5 bizə təqdim olunan hissədən, variantdan daha doğrusu, e, ikisini tapmalıyıq doğru cavab olaraq. Böyük sıçrayış biz bilirik ki, 1958-ci ildə baş verib və Çində yeri gəlmiş baş vermişdi. 1955-67-ci illər aralığını əhatə edir. Və bir, əlbəttə ki, bu siyahıya daxildir, bu aralığa daha doğrusu. İki, Falkland böhranı. Falkland böhranı hadisəsi 1982-ci ildə baş verib. Argentina və İngiltərə arasında Falkland adaları uğrunda. Margaret Thatcherin rəhbərlik etdiyi İngiltərə bu münaqişəni qalib başa vurmuşdu. Və 1982-ci il bu aralığa daxil deyil. İki, yanlışdır. Üç, Avropa İqtisadi Birliyi. Avropa İqtisadi Birliyi 1957-ci ildir. Və əlbəttə ki, bu aralığa daxildir. Çünki 1955-67-ci il aralığını istəyir bizdən. 3 doğru cavabdır. Dördüncü yerdə Ərəb Baharı ifadəsi belə deyək ki, qərarlaşıb. Bu ifadə 20-ci əsrin məhsuludur. 2010-cu il aiddir. Tunisdə başlamışdı. Diktatorial rejimlərin ardıcıl süqutu ilə bağlı bir məsələdir. Ümumilikdə Ərəb Baharı adlanır. Və bir məsələ qeyd edirik, hətta həmin dövrlə bağlı biz domino effekti ifadəsini işlədirdik ki, digər ölkələrə də bu yayılmışdı. 4 yanlışdır. 5 Körfəz müharibələri. Körfəz müharibələri isə 1990-cı illərdir. 90-cı ildə başlamışdı və yaxın şərqlə bağlı bir məsələdir. Amerikanın ciddi şəkildə iştirak etdiyi, rəhbərlik etdiyi, belə deyək, yaxud İraq və Küveyt bu dövlətlərin birlikdə olan müharibəsi hesab olunur. 5 də əlbəttə ki, yanlışdır. Bizə doğru cavab lazımdır. 1 Böyük sıçrayış 1958-ci il. 3 Avropa İqtisadi Birliyi 1957-ci il bu aralığa, yəni 1955-67-ci il aralığına əlbəttə ki, daxildir. Növbəti suala keçid edək. 10-cu əsrin ikinci yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərdən biri idi, qeyd edir. Yoldaşlar, bir məsələ diqqətinizə çatdırım. Sualı işləyəndə axıra çatmadan belə izah edeyim. Siz mütləq şəkildə sualı parçalayaraq işləməyə çalışın. Nə etmək istəyirəm? 10-cu əsrin ikinci yarısı qeyd edirsə, demək bizə 950-ci illə 1000-ci il aralığındakı bir zaman lazımdır, aralığı. Və 10-cu əsrin ikinci yarısında meydana gələn dövlət deyirsə, biz dərhal düşünürük. 5 feodal dövlət var. Onlardan biri Şirvanşahlardır. 861-ci ildə yaranıb. Bu 9-cu əsrdir ümumiyyətlə. Demək, bura daxil deyil. Şirvanşahlardan söhbət getmirik. İkinci bir dövlət Sacilər dövlətidir. Bu dövlət 898-ci ildə müstəqil olur. Bu da 9-cu əsrdir. Demək, Sacilərdən də söhbət getmir. Üçüncü dövlət Rəvvadilərdir. 981-ci ildə yaranıb. Rəvvadilər ola bilər. 10-cu əsr və ikinci yarı. Şəddadilər 971-ci ildə yaranıb. Şəddadilər də ola bilər. 10-cu əsr və ikinci yarı. Salarilər dövləti ola bilərmi? Ola bilər bu formada. 941-ci ildə yaranıb. 10-cu əsrdir. Amma yoldaşlar ikinci yarı deyil, birinci yarıdır. Demək, söhbət ya Rəvvadilərdən gedir, ya Şəddadilərdən gedir. İkincisi də paytaxtı Gəncə şəhəri idi deyən kimi bizə artıq aydın olur ki, söhbət konkret olaraq Şəddadilər dövlətindən gedir. Azərbaycanın qərb torpaqlarının xristian dövlətlərinin hücumlarından müdafiə olunmasına mühüm rol oynadı qeyd edib. Bəli, Şəddadilər bu rola malik idi və deyir ki, mətndə bəhs olunan dövlətdən, yəni Şəddadilər dövlətindən fərqli olaraq Salarilər dövlətinə aid olanı tapır. Tapar. 11-ci əsrdə süqut uğramışdı. Yoldaşlar, Salarilər dövləti 941-981-ci illərdə mövcud olub və 10-cu əsrdə bu. Ümumiyyətlə 11-ci əsrdə yaşamayıb Salarilər dövləti, daha doğrusu mövcud olmayıb. Demək, 1 yanlışdır. 2-yə baxırıq. Gürcülərə qarşı mübarizə aparmışdı. Gürcülərə qarşı mübarizə aparmaq onsuz da Şəddadilər dövlətinin fəaliyyətində var. Və bu onsuz da Salarilər dövlətinin Şəddadilərdən fərqləndirən bir xüsusiyyət olmayacaq. Ona görə 2 də yanlışdır. 3-ə baxırıq. Azərbaycan torpaqlarını vahid halda birləşdirmişdi. Bəli, həmin feodal dövlətlərdən Sacilər və daha sonra Salarilər Azərbaycanı vahid halda birləşdirmiş dövlətdir və təbii ki, Şəddadilər dövlətindən fərqli bir xüsusiyyətdir. 3 doğru cavabdır.
4-ə baxırıq. Azərbaycanın cənubunda meydana gəlmişdi. Əlbəttə ki, bu doğrudur. Paytaxtı Gəncə idisə, demək Şəddadilər dövləti şimalda yaranır. Salarilər dövləti isə bilirik ki, cənubda yaranmış bir dövlətdir və dövlətin Salarilər dövlətindən söhbət gedir ki, paytaxtı Ərdəbil şəhəri olmuşdu, hansı ki, Sacillərin süqutundan sonra. Demək, testimizin doğru cavabı olacaq 3 və eyni zamanda 4. Yəni D variantı. Keçid edirik biz növbəti suala. Növbəti sualda qeyd edir ki, 20-ci əsrin əvvəllərində demək Şimali və Cənubi Azərbaycana aid ümumi cəhəti tapılır. Demək biz elə bir cəhəti tapmalıyıq. 1. 20-ci əsrin əvvəllərinə aid olsun. 2. Həm Şimal, həm Cənubi Azərbaycana aid olsun. Baxaq. Birinci məsələ. Milli teatrın yaranması. Yoldaşlar, milli teatrın yaranması deməli, Şimali Azərbaycanda 1873-cü ildədir. Və bu 19-cu əsrdir. Təbii ki, A variantı doğru deyil. Çünki bizə 20-ci əsrdə aid olan bir hadisə lazımdır. Cənubi Azərbaycanda teatrın yaranması 909-cu ildir. Və bu o deməkdir ki, A variantı yanlışdır. Çünki biri 19-cu əsr olacaq, biri 20-ci əsr olacaq və bizə həm 20-ci əsrdə olan, həm Şimal, həm Cənuba aid hadisə lazımdır. B-yə baxaq. İlk Rus-Azərbaycan məktəblərinin yaradılması. Yoldaşlar, ilk Rus-Azərbaycan məktəbinin yaradılması 19-cu əsrə aiddir və bu Şimali Azərbaycandır. Cənub əlaqəsi yoxdur. İlk üsul-i cədid məktəblərinin yaranması. Həm Şimal, həm Cənubda üsul-i cədid məktəbləri var. Misal üçün, Təbrizdə də fəaliyyət göstərib Cənubda. Amma 19-cu əsrdir, 20-ci əsr deyil. C variantı da yanlışdır. D-yə baxırıq. İlk ibtidai məktəblərin açılması bu Şimali Azərbaycandır və 19-cu əsrdir. Bizə 20-ci əsr həm Şimal, həm də Cənubi Azərbaycana aid olan, belə deyək ki, hadisə lazımdır. Doğru cavabı isə Y variantı olacaq. Azərbaycan türkçəsində qəzet və jurnalların çap olunması. Misal üçün 20-ci əsr əvvəllərində fəaliyyət göstərən Molla Nəsrəddin jurnalı həm demək Azərbaycan türkçəsində nəşr olunurdu, həm Şimali Azərbaycan ərazisində çap olunub, həm Cənubi Azərbaycan ərazisində çap olunur və təbii ki, digər nümunələri də göstərmək olar. Və testimizin doğru cavabıdır. Mən biraz da vaxta qənaət edərək mümkün qədər daha sürətli izah etməyə çalışıram ki, sizin üçün daha aydın olsun. Çünki yavaş hərəkət edəndə də, necə deyərlər, sualı, izahını, belə deyək də, çox da dinləmək istəməyə bilir adam. Növbəti suala baxırıq. Növbəti sualda qeyd edilir, uyğunluq gözlənilmişdir. Yəni, düzgün cavabı biz tapırıq. Düzgün cavab nədən ibarətdir? Düzgün cavabda qeyd edilir ki, deməli, A variantına baxırıq. Frank kralı Xlodvig yaxud Roma imperiyasına qalib gəlmişdir Suason döyüşündə. Yoldaşlar, biz bilirik ki, Roma dövləti iki hissəyə parçalanır 395-ci ildə. 395-ci ildən 476-cı qədər olan dövr Qərbi Romadır. 395-dən 1453-ə qədər olan Şərqi Romadır. Və Xlodvig Roma imperiyasına qalib gəlir ifadəsi yanlışdır. Çünki Qərbi Roma imperiyası 476-cı ildə onsuz da süqut etdi. Suason döyüşü isə bundan 10 il sonra 486-cı ildadır. Və biz qeyd edirik ki, Ludwig Roma dövlətinin qalıqları ilə döyüşdü. Romalılarla döyüşdü. Amma Roma imperiyası ilə qalib gəlmədi. Ona görə də A yanlışdır. B varianta baxırıq. Frank İmperatoru Böyük Karlın qələbəsi ilə bitmişdi Poitiers döyüşü. Yoldaşlar, Poitiers döyüşündə Franklara başçılıq edən şəxs Böyük Karl deyildi. Bu Karl Martel idi. Elə də siz görə bilərsiniz. Və bu o deməkdir ki, 732-ci ildə geri gəlmişəm, baş vermişdi. Ərəblər məğlub olmuşdu Franklara və ərəblərin Avropanın içinə doğru girməsi, irəliləməsinin qarşısı alınmışdı. B variantı yanlışdır, yəni doğru deyil. İtaliyanın tamamilə Frank dövlətinin tərkibinə qatmışdı bu İmperator Karl Martel. İtaliyanı tamamilə Frank dövlətinin tərkibinə qatılması hadisəsi Karl Martel ilə bağlı. Ümumiyyətlə, yoldaşlar, Karl Martel ilə bağlı, Martel ilə bağlı daha doğrusu, biz yalnız bir hadisə bilirik. B variantına qeyd etdiyimiz Poitiers döyüşü. C ona görə yanlışdır. D variantına baxırıq. Frank dövlətində ilk qanunlar toplusunu Böyük Karl yaradıb. Əlbəttə ki, yanlışdır. Qanunlar toplusu Böyük Karla aid deyil. Qanunlar toplusu aiddir, demək, Xlodvigə. Və D variantı da yanlışdır. Kordova dövləti ilə müharibə aparmışdı Frank hökmdarı Böyük Karl. Bəli, yoldaşlar, bu doğru cavabdır. Çünki Kordova xilafəti 756-cı ildə yaradılmışdı
Ondan sonra mövcud olmuş dönəmdə Böyük Karlın hakimiyyəti illərinə bu düşür. Böyük Karl 8-ci əsrin sonu və 814-cü ilə qədər daha dəqiq desək, 9-cu əsrin əvvəlinə qədər hakimiyyətdə olmuşdu və Kordova xilafəti ilə doğrudan da Böyük Karl müharibə aparıb və Pyrenees yarımadasına daxil olmağı bacarmışdı. Testimizin doğru cavabı Y variantı olacaq. Uyğunluq gözlənilmişdir. Bəli, gözlənilmişdir. Növbəti suala baxırıq. Demək, növbəti sualda bizdən nədir soruşur? Makedoniyalı İskəndərin hakimiyyəti dövrü üçün xarakter deyil. Testdə diqqət edəcəyimiz məqam deyil hissəsidir. Yəni, aid olmayanlara, yaxud yanlışları götürürük. Baxaq, 1. Yunan şəhər dövlətlərinin azadlığına son qoyulması. Yoldaşlar, Yunan şəhər dövlətlərinin azadlığına eradan əvvəl 338-ci ildə Xeronoya döyüşündə son qoyulmuşdu. Xeronoya döyüşü Makedoniya İskəndərin hakimiyyət illərinə aid deyil. Çünki bu döyüşdə Makedoniya qoşunlarının başında və dövlətin də başında ikinci Filip dayanırdı, İskəndərin atası. İskəndər bu döyüşdə iştirak edib, amma hakimiyyət illərinə daxil deyil, sadəcə sərkərdə olaraq fəaliyyətdə olub. Bir, yanlışdır. Bizə də yanlış lazımdır. Biri götürürük. 2-yə baxırıq. Makedoniya dövlətinin imperiya çevrilməsi. Aydın məsələdir ki, Makedoniya dövləti imperiya çevrilib məhz İskəndərin hakimiyyəti dövründə. 2 doğru cavabdır. Amma bizə yanlışlar lazımdır. Ona görə 2-ni götürmürük. 3-ə baxırıq. Əhəməni dövlətinin süquta uğradılması. Əhəməni dövləti eradan əvvəl 330-cu ildə süqut edib. İskəndərin hakimiyyət illəri 336-cı ildə 323-cü ilə qədərki zamandır. Xronoloji olaraq bura düşür. Bəli. Və əlbəttə ki, biz bilgi olaraq da bilirik ki, İskəndər tərəfindən məhz süquta uğradılıb. Hətta Persopola daxil olmuşdu və sarayı belə yandırmışdı. İskəndər dövləti ilə süquta uğratmışdı 3-cü Dara. Bu doğru cavabdır, amma bizə yanlış lazımdır. Ona görə 3-ü də götürmürük. 3 də getdi. Testimizin artıq cavabı məlumdur, amma əlbəttə baxmalıyıq yenə. Atropatena dövlətinə hərbi yürüşün təşkil edilməsi. Yoldaşlar, İskəndər Atropatena dövlətinə hansı bir hərbi yürüş təşkil etdi? Atropatena üzərinə hərbi yürüş təşkil etdi kim sualı verilsə, bizim cavabımız demək olacaq Antoni. Roma sərkərdəsi. Biz bunu daha çox öyrənmişik. Bu da eradan əvvəl 1-ci əsrə aid və ümumiyyətlə Makedoniya dövlətinə aid deyil. 4 yanlışdır. Biz yanlışı götürürük deyə 4 testimizin doğru cavabı olacaq. 5-ə baxırıq, müqavimət baxmayaraq bütün Hindistanın işğal edilməsi. Biz bilirik ki, bütün Hindistan işğal olunmamışdı. Birinci İskəndər şimal-qərbi Hindistana daxil olmuşdu. Digər bir tərəfdən. Orada da çox qalmadı. Geri qayıtmalı oldu. 2 səbəbdən müqavimət olmasına görə və İskəndərin ordusunun yorulduğuna görə, əskərlərinin yorulduğuna görə geri qayıtmışdı. 5 yanlışdır. Bizə yanlışlar lazımdır. 1, 4 və 5. 1, 4 və 5 A variantında öz əksini tapır. Testimizin doğru cavabı A olacaq. Ümid edirəm bu sual aydındır. Növbəti suala keçid edək. Növbəti sualda qeyd edilir ki, 2 punkt belə deyək ki, təqdim edir və burada qeyd edir ki, Yeni Sülalə dövlətin əsasını qoydu. 1160-cı ildən etibarən Böyük Atabəy adlandırılırdı. Təbii ki, söhbət Şəmsəddin Eldənizdən gedən Atabəylər dövlətinin qurucusu. İkinci yerdə qeyd edir ki, 1186-cı ildə hakimiyyətə gəlib. Elə biz bilirik ki, artıq Qızıl Arslandan söhbət gedir. Həmədan döyüşündə qələbə qazanıb. Bəli. Tabelikdən çıxan vilayətləri mərkəzi hakimiyyətə tabedir. Bəli, doğru. Demək qeyd edir ki, bu iki hökmdar üçün oxşar cəhəti, ümumi cəhəti tapıb. Yəni, oxşarlıqları tapırıq. Baxaq. Demək, qeyd edir ki, Şirvanşahların tabe edilməsi. Yoldaşlar, Şirvanşahların tabe edilməsi hər ikisi üçün oxşar cəhət hesab olunmur. Çünki, necə deyərlər, bir dəqiqə, burada nə deyir bizə? Aid olmayanı deyir yoxsa? 1 və 2-ci abzasda haqqında bəhs edilən hökmdarlara aid ümumi cəhətləri qeyd edir. Aha. Şirvanşahların tabe edilməsi oxşar cəhəti yoldaşlar. Oxşarlığı bizdən götürür. Bəli, əlbəttə ki, həm Atabəy Eldənizin dövründə, həm də Qızıl Arslanın hakimiyyəti dövründə bəli, Şirvanşahlar dövləti tanınmıyor da Şirvanşahlar dövləti deyirlər ki, bütün dövlətlərin tərkibinə daxil edilir. Yəni, bura misal üçün Salariləri qeyd etmək olar, nə bilim, oradan digər ölkələri qeyd etmək olar. Misal üçün, Səfəvilər dövlətini qeyd etmək olar, daha sonraki mərhələdə Cəllarilər dövlətini və digərlərini. Sultan titulunu daşıması. Sultan titulu daşıyan hökmdar Qızıl Arslan.
Atabəy Eldəniz adından göründüyü kimi Atabəy titulu daşıyıb. 2 yanlışdır, 1 doğrudur. 3-ə baxırıq Dəbil Əmirliyinin dövlətə birləşməsi. Dəbil Əmirliyi Eldənizin dövründə dövlətə birləşdirilir, Dəbil ərazisi. 1194-cü ildə Gürcülər üzərinə hücum olunur və Dəbil dövlətə birləşdirilir. Amma Qızıl Arslanla bağlı bu ifadəni qeyd edə bilmərik. Ona görə oxşar deyil, 3 yanlışdır. Monqol qoşunlarına qarşı mübarizə aparması ifadəsi Özbəyin hakimiyyəti dövrünə aiddir daha çox. Daha çox dedikdə 1210-1225-ci illərdə hakimiyyətdə olub. Ona görə də biz Monqol qoşunlarına qarşı mübarizə aparma ifadəsi dedikdə, necə deyərlər, çünki ümumiyyətlə heç Monqol dövləti yox idi bu adamların hakimiyyəti dövründə. Və də əlbəttə ki, heç birinə aiddir və ümumi cəhətdə deyil. Doğru cavab olacaq yalnız 1. Şirvanşahların tabe edilməsi hər ikisi üçün oxşar cəhətdir. Testin doğru cavabı isə Y variantı olacaq. Bunu xüsusi olaraq qeyd edək. Növbəti demək biz baxaq suala. Növbəti sualda qeyd edir ki, Kartli, Kaxetiya çarı 2-ci Irakli və Qarabağ xanı demək Gəncə xanlığı üzərinə hücumun nəticəsində nə baş vermişdi? Əslində bizim ağlımıza ilk gələn variant bundan ibarətdir ki, Gəncə xanlığında 2 hakimiyyətlik yaranmışdı. Çünki Gəncə xanlığı bir də Şamaxı xanlığı idi ki, bu xanlıqların özəl cəhəti odur ki, həmin xanlıqlarda 2 hakimiyyətlik belə deyək ki, mövcud olub və Gəncə xanlığında olan 2 hakimiyyətlik sonradan qazanılmadı. Necə bunu izah edeyim? Digər, yəni Kartli Kaxetiya çarı 2-ci Irakli və Qarabağ xanı İbrahim Xəlil xanın hücumu nəticəsində, xarici müdaxilə nəticəsində bu 2 hakimiyyətlik baş vermişdi. Amma Şamaxı xanlığında daxili bir proses idi, daxildən yaranan bir 2 hakimiyyətlilik idi. Bu fərqi də qeyd edək. Elə 2 hakimiyyətlik variantı burada varmı görək? Yoxdursa biz təbii ki, testə baxacağıq, bu aydın məsələdir. C variantına baxaq yoldaşlar, testimizin doğru cavabı. Bu variantda Gəncə xanlığında 2 hakimiyyətlik yaranmışdı və bu əlbəttə ki, doğru cavabdır. Demək, Gəncə xanlığında 2 hakimiyyətliyin meydana gəlməsi, bunu xüsusi olaraq qeyd edə bilərik. A variantına baxaq, Gəncə xanlığı bütövlükdə Gürcüstana birləşdirildi. Əlbəttə ki, bu yanlışdır. Yeri gəlmişkən Gəncə xanlığında 2 hakimiyyətlik 1780-81-ci illərə əhatə edir. Gəncə xanlığı Qazax və Borçalıya olan iddialarla bir dəfəlik əl çəkdi. Xeyr, belə bir hadisə yoxdur. Bir dəfəlik əl çəkmə məsələsi də yox idi. D variantı Şahverdi xan Ziyadoğlu hakimiyyətə gətirildi. Xeyr, onsuz da Gəncə xanlığının qurucusu idi bu adam. Gəncə xanlığı tamamilə Qarabağ xanlığına birləşdirildi. Xeyr, belə bir hadisə yoxdur. 2 hakimiyyətlik var idi. Tamamilə Qarabağ xanlığında nəzarətində deyildi. Ümid edirəm bu sual aydındır. Növbəti suala keçid edək. Növbəti sualda bizdən nə soruşur? Demək, qeyd edir ki, Azərbaycan Sasani İmperiyasının tərkibində vergi, torpaq, termin hansısa bir aid ola biləcək və ərəb xilafətinin tərkibində. Baxaq, demək, Azərbaycan demək, Sasani, Xostak Sasanilərin dövründə olan bir ifadədir, termindir və Xostak torpaq, belə deyək ki, növüdür. 2 cür torpaq var idi Sasanilərin dövründə. Bir Xostak, şərti torpaq, bir də Dastakert. Dastakert isə irsi idi. A variantı doğru olacaq. 1-ə A, 2-yə baxırıq. Uç torpaq sahibliyi Səlcuq dövlətinə bağlıdır. İmperiyanın ucqar ədədlərini qoruyan sərkərdələrə verilirdi. Və bu əlbəttə ki, Sasanilər dövründə deyil, B yanlışdır. Qazi ifadəsi məhkəmə işlərindən baxan şəxs idi qazi və Sasanilər dövləti ilə əlaqəli deyil. 1A olacaq. 2-yə baxırıq. Ərəb xilafətinin tərkibində nə baş verir? Cizyə bəli, ərəblərə aid bir ifadədir, termindir. Qeyri-müsəlmanlardan alınan vergidir və pul şəklində alınırdı. A doğru cavabdır. 2-yə A. Amil vergi toplanmasına nəzarət edən şəxs idi və bu da ərəb xilafətinə aid bir termindir, ifadədir və B də doğru cavabdır. Satrap isə yoldaşlar Sasanilərə aiddir. Canişinlər satraplar adlanır və vilayətləri idarə edilir və yanlışdır. Çünki ərəb xilafətinin aşağısında qeyd edir. 1 olacaq A, 2 olacaq B və yenə də A. 1-ə A, 2-yə A, B ifadəsi elə A variantındadır. Testimizin doğru cavabı. Növbəti suala keçid edək. Dövlətlərin ümumi cəhətlərinin doğru verildiyi sıraları müəyyən edək. Albaniya dövləti, Avropa Hun dövləti, Göytürk, Uyğur və Ərəb dövləti. Baxaq.
Bir də soruşur ki bizdən, demək, Çin üzərində deyir, uğurlu hərbi yürüşlər ediblər, C və D. Yəni həm birinci Göytürk dövləti, həm də Uyğurlar. Bəli, bu doğrudur. Doğrudan da həm birinci Göytürk dövləti, həm də Uyğur dövləti Çin üzərinə uğurlu hərbi yürüşlər ediblər. Onsuz da Çinlə münaqişədədir bu dövlətlər və bu doğru cavabdır. Bir doğru olacaq. İkiyə baxırıq. ABC üçünə aid oxşar cəhətə qeyd edir ki, Bizans dövləti ilə diplomatik münasibətlər qurublar. Baxaq, Albaniya Bizansla diplomatik münasibət qurubmu? Bəli, qurub. 654-cü ildə Cavanşir Bizansla ittifaq yaratmışdı ərəblərə qarşı. Albaniyaya aiddir. Avropa Hun dövləti Bizansla diplomatik münasibət qurubmu? Qurub. Attilanın dövründə bu baş vermişdi Avropa Hun dövlətində. Göytürk dövlətinə aiddirmi? Bəli, aiddir. Bizansla yenə də diplomatik əlaqələr var Göytürk dövləti dövründə də. Demək, üçünə də aiddirmi? Bəli, aiddir. ABC. 2 də doğrudur. Baxırıq 3-ə. Aşina nəslindən olan hökmdarlar tərəfindən idarə edildi. B və Y. Baxaq. Avropa Hun dövləti və Ərəb dövləti. Baxın yoldaşlar, Ərəb dövləti, daha doğrusu Aşina türk soyu nəsli, daha doğrusu türk mənşəlidir. Ərəb dövləti adından göründüyü kimi Ərəb mənşəlidir və təbii ki, bunun Aşinanın türklərlə bir əlaqəsi yoxdur və yanlışdır. Avropa dövlətinin də onsuz da Aşina nəslindən deyildi. Aşina nəslindən olan Göytürklər idilər, bir də Xəzər xalqı idi. Növbəti 3 yanlışdır. 4-ə baxırıq. Sasanilərə qarşı aparılan müharibədə qalib gəlmələri. B, C və Y. Baxaq. Avropa Hun dövləti Sasanilərə qarşı münaqişə aparmayıb. Çünki bu şərq istiqamətində yürüş edəndə artıq Attila həlak oldu, belə deyək, yaxud vəfat etdi. Ona görə də bu reallaşmamışdı. B-yə aid deyil. Ərəb dövləti Sasanilərə qarşı mübarizə aparıb, Göytürklər də Sasanilərə qarşı mübarizə aparıb. Digər ikisi doğru idi. 4 yanlışdır. 5-ə baxırıq, eyni əsrdə süqut etmələri A və D. Uyğur dövləti yoldaşlar süqut edib 842-ci ildə, bu 9-cu əsrdir. Albaniya isə süqut edib 705-ci ildə, bu isə 8-ci əsrdir. Deməli, eyni əsrdə süqut etməyiblər. Ona görə də 5 də yanlışdır. Testimizin doğru cavabı 1-2 olacaq, çünki bizdən düzlər istəyir. Növbəti sual. Doğru hadisə nəticə əlaqəsini müəyyən edin. Edək. Demək, qeyd edir ki, Qaraqoyunluların Sədrut döyüşündə Teymuriləri məğlub etməsi nəticəsində Teymurilər Azərbaycan torpaqlarındakı hakimiyyətinə son qoyur. Bəli, bu əlbəttə ki, doğrudur. Çünki 1408-ci ildə Sədrut döyüşü baş verir. Teymurilər məğlub edilir. Qaraqoyunlular, baxın, burada Qaraqoyunlu dövləti yazsaydı yanlış olacaqdır. Çünki 1410-da yaranır. Amma Qaraqoyunlular yazdığına görə deməli, bu doğru cavabdır və izah edeyim mən sizə. Teymurilər bu hadisədən sonra Azərbaycanı əlbəttə tamamilə tərk ediblər. Elə doğru cavab A variantı. Amma baxaq digər variantlara da. B-də qeyd edir ki, Şirvanşah 1-ci İbrahimin Qızıl Ordu xanı Toxtamışla ittifaq bağlaması. Aha. Şirvanşahların daxili müstəqilliğini saxladı. Bu yanlışdır. Çünki Şirvanşah 1-ci İbrahim Qızıl Ordu xanı Toxtamışla Əmir Teymur arasında qalmışdı və o əksinə Toxtamışı deyil, Əmir Teymuru seçmişdi. Əlbəttə ki, B yanlışdır. Cahanşahın Heratı tutması Teymurlar dövləti süqut etdi. Yoldaşlar, bu da yanlışdır. Teymurlar dövləti süqut edildi 1507-ci ildə. Cahanşah Heratı tutur 1458, bəzi yerlərdə 59-da biz görə bilərik. Və əlbəttə ki, bu doğru deyil xronoloji olaraq. Yəni, bu hadisədən sonra ümumiyyətlə Teymurlar süqut etdiyi ifadəsi yanlışdır. D-yə baxırıq. Uzun Həsənin Venesiyalı bir ittifaq bağlaması 1472-ci il Otluqbeli döyüşündə Bayandurlu qoşunu qalib gəldi. Otluqbeli döyüşündə Bayandurlu qoşununun qalib gəlməsi 1473-cü ildədir bu hadisə. Birinci hadisə ilə əlaqəli deyil. Yəni, Venesiya ilə hərbi ittifaq bağladı deyə, orada Arqoyunlular qalib gəldi deyə bir şey yoxdur. Bizi niyə yoxdur həm də? Çünki Venesiya ilə hərbi ittifaq onsuz da uğurlu olmadı. Osmanlı pozdu bu ittifaqı. Yəni, hərbi ittifaq dedikdə oralardan bir qoşun, silah daha doğrusu ala bilmədi. Bu da yanlışdır. Osmanlıların Konstantinopol tutması Arqoyunlu dövləti Qaradənizə çıxışını itirdi. Osmanlılar da Konstantinopol tutdu deyə, xeyr yoldaşlar, Konstantinopolun tutulmasına Arqoyunluya bir aidiyyəti yox idi. Çünki Konstantinopol Bizansa məxsus bir şəhər idi və Bizansın süqutu ilə nəticələndi. Ona görə 1453-cü il məşhur Konstantinopolun fəthi. Y də yanlışdır. Testimizin doğru cavabı bir daha qeyd edirəm. A variantıdır. Növbəti suala baxırıq.
Qazan və Əştərxan xanlıqlarının tarixinə aid oxşar cəhət. Mənim ağlıma ilk gələn bir məsələ var və ümid edirəm ki, bu olacaq. Çünki başqa onsuz da bu çox da bir sual çıxara bilməzlər, yəni məntiqlə. Bilirsiniz nədir? Qazan və Əştərxan xanlıqlarının tarixinə aid oxşar cəhət Qızıl Ordu dövlətinin parçalanması nəticəsində yaranıb. Ehtimal ki, bu cavabdır. Yəni təbii ki, mən bu testə əvvəllər baxmışam imtahandan sonra, amma indi izah edəcəm deyə açıb baxmışdım. Birbaşa başladım izah etməyə. Baxaq görək variantlarda varmı? Bəli, var. D variantı doğru cavab. Qızıl Ordu dövlətinin parçalanması nəticəsində yarandılar. A variantına baxaq. Böyük Monqol dövlətinin qoşunlarının hücumuna məruz qaldılar. Yox, çünki Böyük Monqol dövləti artıq yox idi demək olar ki, Qızıl Ordu dövləti ona əvəz edilmişdi və belə bir hadisədən söhbət getmir. Teymurlar dövlətindən asılı hala düşdülər. Xeyr, Qazan və Əştərxan Teymurlardan asılı düşməyiblər. 13-cü əsrdə meydana gəldilər. Xeyr, bu dövlətlər meydana gəliblər Qazan və Əştərxan xanlıqlarının parçalanmasından sonra. Mən isə deyim ki, 15-ci əsrə aiddir bu. Və D doğrudur. Y-yə baxırıq 15-ci əsrdə Rusiyanın asıllığından azad oldular. Xeyr, xeyr, burada doğru deyil. Qızıl Ordudan onsuz da asılı idilər bunlar və onun parçalanması nəticəsində də müstəqil oldular. Testimizin doğru cavabı D variantı olacaq. Asan sual idi. Asan o mənada asan ki, Dövlət İmtahan Mərkəzində bu sualı işləmişik. Bu tipli suallar işləmişik. Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsinin oxşar cəhəti. Baxaq. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilir. Əlbəttə ki, bu yanlışdır. Çünki Birinci Qarabağ müharibəsindən sonra bizim ərazimizin 20% ümumilikdə işğal altında qaldı. Ərazi bütövlüyünə söhbət belə gedə bilməz, amma İkinci Qarabağ müharibəsində bəli, ərazi bütövlüyümüz təmin olunur. Bir, doğru deyil. Biz oxşarları, doğruları axtarırıq. 2. Rusiyanın vasitəçilikləri və əməliyyatları dayandırıldı. Bəli, həm Birinci Qarabağ müharibəsində, həm İkinci Qarabağ müharibəsində Rusiyanın vasitəçiliyi hərbi əməliyyatlar dayandırılmışdı. 2 testimizin doğru cavabı olacaq və oxşardır hər iki müharibə üçün. 3. Azərbaycanın yerli istehsal olunan PUA-lardan, yəni pilotsuz uçuş aparatlarından istifadə olunub. Bu yanlışdır. Yoldaşlar, Birinci Qarabağ müharibəsi dövründə 1990-cı illərdə əlbəttə ki, hər hansı bir PUA-ların fəaliyyətindən danışmaq doğru olmaz. 3 doğru deyil. 4. Füzuli və Cəbrayıl arasında hərbi əməliyyatlar, bəli. İkinci Qarabağ müharibəsində onsuz da aydın məsələdir, Füzuli və Cəbrayıl işğaldan azad olundu. Birinci Qarabağ müharibəsində də Füzuli və Cəbrayılın əraziləri, kəndləri işğaldan azad olunmuşdu. Misal üçün Füzulinin Horadiz qəsəbəsi. Ona görə də 4 doğru cavabdır. 2 və 4 testimizin doğru, yəni hər iki Qarabağ müharibəsinə aid oxşar cavabdır. Variant isə A variantı olacaq. Ümid edirəm bu sualda da bir problem yoxdur. Növbəti suala keçid edək. Qeyd edir ki, Eylerven diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Təhmasib və xudabəndi ilə bağlı demək bir məsələdir. Burada söhbət ondan gedir ki, demək paytaxtın yeni şəhərə köçürülməsi elə buradan başlayır. Paytaxt yeni şəhərə köçürülməsi, yoldaşlar, Səfəvilər dövlətində 3 dəfə paytaxt dəyişdirilib. 3 paytaxt olub daha doğrusu. 2 dəfə də dəyişiklik baş verib. 1555-ci ildə paytaxt Təbrizdən Qəzvin şəhərinə köçürülmüşdü. 1555-ci ildə hakimiyyətdə birinci Təhmasib idi. Demək, 1-ə olacaq A variantı. 2-yə biz baxırıq. Daha doğrusu B-yə baxırıq. Osmanlı dövləti ilə müharibə aparılması. Birinci Səfəvi Osmanlı müharibəsi 1534-1555-ci illərə aid edir və bu Şah Təhmasibin hakimiyyəti dövrüdür. İkinci Səfəvi Osmanlı müharibəsi 1578-1587-ci illəri əhatə edir. Bu isə Xudabəndənin hakimiyyəti illərinə düşür. Demək, B variantı hər ikisinə aid oxşar cəhətdir. C-yə baxırıq. Osmanlı dövləti ilə sülh müqaviləsi bağlanması. Yoldaşlar, Osmanlı dövləti ilə sülh müqaviləsi bağlanması, biz bilirik ki, birinci sülh müqaviləsi Amasyadır, 1555-ci il. Bu Təhmasibin hakimiyyəti illəridir. İkinci sülh müqaviləsi bundan sonra gəlir İstanbul. Və bu 1590-dır, amma Şah 1-ci Abbasın dövrüdür. Xudabəndənin dövründə sülh müqaviləsi yoxdur. Demək, C 1-ə aid. 1-ə aid oldu A, C. Doğrudurmu? 2-yə aid oldu, üzr istəyirəm, 3-ə, yəni oxşara aid oldu B. D və Y-yə baxaq. Molla Səmli döyüşündə Krım xanlığının məğlub edilməsi. Bəli, Molla Səmli döyüşündə Krım xanlığı Xudabəndənin rəhbərlik etdiyi Səfəvi qoşunları tərəfindən məğlub edildi və bu Məhəmməd Xudabəndiyə aiddir. 2D Səfəvi sülaləsinə mənsub olması. Baxaq, aydın məsələdə yoldaşlar, həm Təhmasib, həm Xudabəndə Səfəvi dövlətinin hökmdarıdır və Səfəvi sülaləsinə də mənsubdular. Y yenə də oxşar cəhətdir, 3-ə aiddir. 1 olacaq A və
A və C. 2 aid olacaq D. 3-ə aid olacaq B və Y. Baxaq görək. A, C, aha, D. B variantı testimizin doğru cavabı olacaq yoldaşlar. 1 AC, 2 D, 3 B, Y. Növbəti suala keçid edək. Bu sual 19-cu əsrə aiddir. 50-70-ci illərə aid oxşacaq. Demək, elə bir hadisəni seçməliyik ki, həm 50-ci illərə aid olsun, həm də 70-ci illərə aid olsun. Gəlin baxaq. Qeyd edir ki, demək, Qafqaz canişinliyinin tərkibində olması. Yoldaşlar, Qafqaz canişinliyi yaranıb 1844-cü ildə, süqut edib 1883-cü ildə, daha doğrusu fəaliyyəti dayanır və həm 50-ci illər, həm də 70-ci illər əlbəttə ki, o aralığa daxildir. 44-dən 83-ə qədər mövcud olub. Bir, testimizin doğru cavabıdır. Hər ikisi üçün oxşardır. 2. Yeni quberniyaların yaradılması. Yoldaşlar, 1850-ci illərdə yeni quberniya yaradılır. 1859-cu ildə Şamaxı quberniyası süqut edir və onun mərkəzi köçürülür zəlzələdən sonra Bakı quberniyasına. Yəni demək olar ki, Bakı quberniyası bu vaxt 50-ci illərdə yarandı. Amma 70-ci illərdə biz hər hansı bir quberniyadan danışmırıq və bizim danışdığımız sonuncu quberniya kimi Gəncəni yəni Yezvetpol quberniyası daha doğrusu qeyd edə bilərik. 1868-ci ildə yaranılmışdı və bu da 60-cı illərdə. 2 doğru deyil. 3-ə baxırıq. Kəndlərdən hərbi verginin alınması. Kəndlərdən hərbi verginin alınması, hansı ki, onlar hərbi xidmət aparılmırdı, əvəzində vergi alınırdı. 1887-ci ildir. Bu, ümumiyyətlə, heç bir dönəmə aid deyil. Nə 50-ci illərə aiddir, nə 70-ci illərə aiddir. Baxırıq sonuncu 4-ə neft emal edən zavodların tikilməsi. Bəli, neft emal edən zavodların tikilməsi həm 1859-cu ildə belə zavod inşa olunub, həm də 1873-cü ildə belə bir zavod inşa olunub Bakı şəhərində. Və bu həm 50-ci illərə aid oxşar cəhətdir, həm 70-ci illərə aid oxşar cəhətdir və doğru cavabdır. Bizə oxşar, yəni doğrular istəyir. Doğru cavab isə 1 və 4 yenə də A variantı olacaq. Növbəti sual. 14-cü əsrin birinci yarısına aid olanları biz müəyyən edirik. Baxaq görək 14-cü əsrin birinci yarısında demək hansı hadisələr öz əksini tapır. Bunu biz qeyd edək. Şirvanşahlar dövlətində Dərbəndilər sülaləsinin hakimiyyətə gəlməsi. Yoldaşlar, Dərbəndilər sülaləsi 1382-ci ildə hakimiyyətə gəlir. Ümumiyyətlə biz bilirik Şirvanşahlarda 3 sülalə var. Məzyədilər, Kəsranilər, Dərbəndilər. Dərbəndilər 1382-ci ildə 1538-ə qədər mövcud olub. Üçüncü, sonuncu sülalədir. Və bu 14-cü əsrə aid olsa da birinci yarısı deyil, ikinci yarısıdır. Çünki 1382, 1350, 1400 aralığında yerləşir. Bir, aid olanları dediyinə görə yanlışdır. Biri götürmürük. İkiyə baxıraq, Osmanlı dövlətinin yaranması. Osmanlı dövlətinin yaranması yeni mənbələrə istinad etsək, biz 1302-ci il qəbul edirik və bu 14-cü əsrin birinci yarısıdır əlbəttə və doğru cavab 2 doğru olacaq. 3-ə baxırıq, Avropada 100 illik müharibənin başa çatması. Yoldaşlar, Avropada 100 illik müharibənin başa çatması demək 1400 ümumiyyətlə 100 illik müharibə 1337-1453-cü illəri əhatə edir. 1453-cü il əlbəttə ki 15-ci əsrdir və əlbəttə ki testimizin doğru cavabı deyil. Ümumiyyətlə 15-ci əsrdir. 3 yanlışdır. 4-ə baxırıq. Fransada ilk baş ştatların çağırılması, bəli, 1302-ci ildə bu hadisə baş verir. 4-cü Gözəl Filip tərəfindən baş ştatlar çağırılıb. 14-cü əsrdirmi? Bəli. 1-ci yarısıdırmı? Bəli. Və testimizin doğru cavabıdır. Yəni 2 də doğrudur, 4 də doğrudur, 5-ə baxırıq. Kresi döyüşündə fransızların ingilislərə məğlub olması. Kresi döyüşü 1346-cı ildə baş verib. Bu 14-cü əsrdir. 14-cü əsrin birinci yarısıdır. Bəli. Və testimizin doğru cavabıdırmı? Bəli. Deməli, 14-cü əsrin birinci yarısına aid olanlar 2, 4 və 5 oldu. Yəni C variantı. Növbəti suala keçid edək. Səbəb-nəticə əlaqələrinin deyir, demək, doğru verildiyi cavabı göstərin. Baxaq. Stepan Razinin deyir, quldur dəstəsinin Dərbənddən Gilana qədər sahil boyu yaşayış məntəqələrini qarət etməsi. Yoldaşlar, Stepan bir dəqiqə. Hə, bu səbəbdir.
Yəni bu hadisə baş verdi deyə nəticəsində Səfəvi Rusiya dövləti arasında hərbi münaqişə başladı, xeyr yoldaşlar. Bununla əlaqəli deyil. Səfəvi ə, Rusiya arasında hərbi münaqişə Rusların Xəzərboyu sahil ərazilərində qalalar tikmək istəməsi cəhdinə görə başlamışdı. Amma həmin dövrdə hakimiyyətdə olan Səfəvi şahı II. Abbas buna mane olur və bu münaqişə necə deyirlər, yatırılır və bir müharibə baş verir. Belə ümumilikdə belə deyək. Xırda münaqişələr olur, bu aydın məsələdir. A variantı yanlışdır. B-yə baxırıq. Səbəb Şimali Qafqazda Rusiyanın qalaları inşa etməyə başlaması. Nəticəsində Rusiya dövləti bütün Xəzəryanı torpaqları işğal etdi. Əlbəttə ki, yanlışdır. Yenə deyirəm, belə bir hadisənin qarşısı alınır Şah II. Abbas tərəfindən. C. Hindistana gedən dəniz yolu kəşf edildi. Nəticədə Volqa-Xəzər ticarət yolu əhəmiyyətini itirdi. Xeyr yoldaşlar, bu da yanlışdır. Çünki Hindistana gedən ticarət yolunun kəşf olunması yeni bir hadisə deyil. Bu hadisə 1492-ci ildə baş vermişdi. 15-ci əsrdə, üzr istəyirəm. Əslində 1492-ci ildə də Christopher Kolumb Hindistanı kəşf etmək üçün səfərə çıxmışdı. Amma Vasco da Gama tərəfindən kəşf olunmuşdu. 15-ci əsr belə deyək. Və Səfəvilər dövləti 15-ci əsrdə mövcud deyildi və əlbəttə ki, bir-biri ilə səbəb nəticə təşkil edə bilməz. D-yə baxırıq. D-də nə deyir bizə? Hə, İpək yolunun əhəmiyyətini itirməsi. İpək yolu əhəmiyyətini itirir və bunun nəticəsində Səfəvi dövlətinin iqtisadi tənzimi başlar. Bəli, yoldaşlar, bu doğru cavabdır. Çünki İpək yolunun əhəmiyyətini itirməsi nəticəsində Səfəvilər dövlətinin xarici amilin təsiri ilə, yəni bu xarici amildir, xarici müdaxilədir. Səfəvilər dövlətində tənəzzül dərinləşir. Onsuz da problemlər var idi, daxili ixtişaşlar var idi, sosial problemlər var idi və bu da üzərinə gəlir. D doğru cavabdır. Y-yə baxırıq, Y variantı, E variantı. Səfəvilər dövlətində idarəçilikdə irsilik prinsipinin mövcudluğu, Qızılbaş əmirlərinin dövlət idarəçiliyindəki mövqeyini zəiflədir. Yoldaşlar, irsilik prinsipi varsa, əksinə Qızılbaşların rolu zəifləməz də, güclənər baxı, daha güclü olardı. Demək, irsilik prinsipinin mövcudluğu bunu zəiflər, əksinə güclənər. Yəni, bir məntiq xətası var burada, belə deyək. E variantı da yanlışdır. Testimizin doğru cavabı variant D olacaq. Keçid edirik növbəti suala. Növbəti sualda bizdən soruşur ki, ara getdim mən. Hə, bu sual. Sualın qarşısında ədəd rəqəm yoxdur, ona görə bu çaşqınlıq yaranır. Baxaq. Qeyd edir ki, demək, yəni 20-ci əsrin əvvəlləri tarixi və doğru cavab biz tapırıq. Yenə də səbəb nəticə. Dünya iqtisadi böhranı baş vermişdi deyə neft sənayesində təmərküzləşmə sürətlənir. Bəli, bu doğrudur. Təmərküzləşmə nə deməkdir? İnhisarlaşma bir növ, yəni bir mərkəzdə toplanma. Neftə belə deyək də, necə deyim, kapitalist münasibətlərin neftə inkişaf edə bilməməsi hadisəsidir bu. Bir mərkəzdən idarə olunmadı, amma monopolist idarə olunmadı, belə deyək və bir doğru cavabdır. 2-yə baxırıq. Neft sənayesində ilk inhisarın yaranması nəticəsində neftli torpaqların xeyri yoldaşları. Bu yanlışdır, çünki neftli torpaqların hərrac yolu ilə satışa başlaması 1872-ci ildə, 19-cu əsrdə. İnhisarlaşma isə neftə 20-ci əsrin əvvəli. Doğru deyil. 3-ə baxırıq. 1903-cü il əsasnaməsinin demək, qəbul olunması ilə dövlət kəndləri arasında təbəqələşmə gücləndi. Bəli, doğrudur. 1903-cü il əsasnaməsi dövlət kəndlərinə aiddir və doğrudan da dövlət kəndləri arasında sosial təbəqələşmə güclənmişdir. 1-3 doğrudur. 4-ə baxırıq. 1912-13-cü illər aqrar qanunların qəbul edilməsi nəticəsində dövlət kəndləri feodal asıllığından azad edildi. Biz burada stop eləyirik. Ona görə ki, dövlət kəndlərinə aid deyildi bu. 1912-13-cü illər aqrar qanunları sahibkar kəndlərinə şamil olunmuşdur. Səhvdir, yanlışdır. Testimizin doğru cavabı 1-3 olacaq, yəni B variantı. Keçid edirik növbəti suallar. Uyğunluğu müəyyən edin. Azərbaycan Respublikası müasir dövrə aid bir hadisədir. 20-ci yüzilliyin 90-cı illərin əvvəllərində Naxçıvan MSSR-nin adından Sovet Sosialist sözü götürüldü. Yoldaşlar, Sovet Sosialist sözü Naxçıvanın adından götürülmüşdü 1990-cı ildə və bu 90-cı illərə aid olmayacaq.
90-cı illərin əvvəlləri xronoloji olaraq doğru deyil. Ona görə də bir yanlışdır və biz doğru olaraq götürə bilmərik. 2-yə baxırıq. Bütün nə deyir? Hə, 21-ci yüzilliyin ilk 10 illiyi. 21-ci yüzilliyin ilk 10 illiyi 2000-ci ildən 2010-cu ilə qədərki dövrdür. Bütün çadır şəhərcikləri ləğv edilmişdimi? Bəli, edilmişdi. 2007-ci ildə bu hadisə baş vermişdi tam olaraq və bu həmin aralığa əlbəttə ki, daxildir. 2 doğru cavabdır. 3-ə baxırıq. 21-ci yüzilliyin 10-cu illəri, yəni 2010-cu ildən 2020-ci ilə qədərki zaman aralığını tapmalıyıq. Qarabağ Dirçəliş Fondunun yaradılması yoldaşlar 2021-ci ildir. Bu 21-ci yüzilliyin 20-ci illərinə aiddir. 10-cu illərinə aid deyil. Ona görə 3 də yanlışdır. 4-ə baxırıq. 21-ci yüzilliyin 20-ci illərində Şuşada Dünya Azərbaycanlılarının 5-ci qurultayı keçirilmişdir. Bəli, bu doğrudur. Şuşada Dünya Azərbaycanlılarının 5-ci qurultayı 2022-ci ildə keçirilir və bu 20-ci əsrin, bilirsən, 21-ci əsrin 20-ci illərinə daxildir. 2020-2030 aralığı, yəni 2022-ci il. 2 və 4, yox, 1 və 4 daha doğrusu doğru cavab olacaq. Bizdən uyğunluğu doğrunu istəyirdi. Yəni Y variantı testimizin düzgün cavabıdır. Növbəti suala keçid edək. Bir dəqiqə, sualın başlanğıcı necə idi? Eradan əvvəl 1-ci əsrdə Romaya qarşı Parfiya ilə müttəfiq olan dövlətin paytaxtını müəyyən edir. Suala xəritəyə baxmazdan öncə biz nəyi qeyd edirik? Çünki fikir verilirsə xəritə idi. 1-ci əsrdə Romaya qarşı Parfiya ilə birlikdə müttəfiq alanda çıxış edən dövlət hansı dövlətdir? Atropatena dövləti. Demək, biz xəritədə Atropatenanı tapmalıyıq. Atropatena dedikdə də söhbət paytaxtından gedər də hər halda. Yəni Qazakadan. Yoldaşlar, biz bilirik ki, Atropatena cənub dövlətidir. Cənubda da demək olar ki, bir ərazi var da, indi burada 5-i saymasaq. 2, Qazaka. Testimizin doğru cavabı C variantı. Çox asan sual idi. Olduqca asan sual idi. Ən asan suallardan biri idi. Bunu qeyd edə bilərik. Növbəti sual. Fransada 3-cü Respublikanın mövcud olduğu dövrdə Almaniyada nə baş vermişdir? Yoldaşlar, Fransada 3-cü Respublika 1870-ci ildən 1940-cı ilə qədər mövcud olub və 3-cü Respublika dövründə demək, Almaniyada nə baş verib? Gəlin ona baxaq. A variantına qeyd edir ki, Müqəddəs Roma İmperiyasına rəsmən son qoyuldu. Biz bilirik ki, Müqəddəs Roma İmperiyası 962-ci ildə yaranmışdır. 1-ci Ottonun Şimali İtaliyaya daxil olması nəticəsində və 1-ci Reyxaldan digər gəlmişən bu dövlət 1806-cı ilə qədər mövcud olub və əlbəttə ki, 3-cü Respublika dönəminə düşmür. Almaniyaya aid deməyə aiddir. Onsuz da Müqəddəs Roma dedikdə Almaniyadan söhbət gedir. Amma son qoyulması 1806-dır. Bizə isə 1870 və 1940-cı illər arası lazım. A yanlışdır. Konrad Adenauer ilk dəfə kansler təyin olunur. Baş nazir daha doğrusu seçilir Almaniyada. Adenauer'in baş nazir seçilməsi 1949-cu ildir və bu hadisə əlbəttə ki 40-cı illərdən sonraki bir zamandır. 3-cü Respublika dönəminə yenə də aid deyil. Sadova döyüşü. Sadova döyüşü 1870-ci ildə baş verib. Üzr istəyirəm, 1867-ci ildə baş verib. 3-cü Respublika dövrü, yəni əslində Sadova döyüşü ilə bağlı bir məsələdə qeyd edilək, 67 yox 66 ifadəsi daha doğru. 66 yoldaşlar. Çünki ondan sonra Şimali Alman İttifaqı yaranır və Şimali Alman İttifaqı artıq 67-ci il, bəli 66-cı ildə baş verib. 1870-1944-cü il aralığına əlbəttə ki, daxil deyil. C variantı yanlışdır. D variantına baxırıq. Monarxiya devridir. Bəli. Almaniyada monarxiyanın devrilməsi 1918-ci ildir. Yəni söhbət gedir. Deməli, mən sizə deyim, Birinci Dünya müharibəsinin sonundan Almaniyada monarxiya devrilir. Bildiyimiz kimi Respublika yaranır. Weimar Respublikasına söhbət gedir. Və 3-cü Respublika dönəminə aiddirmi? Aiddir. Çünki 3-cü Respublika dövrü 1870-ci ildən 1940-cı ilə qədərki dövrdür. 1918 o aralığa düşür. D doğru cavabdır. Y variantına baxırıq. Şimali Alman İttifaqı təşkil edildi. Şimali Alman İttifaqı bayaq da qeyd etdiyim kimi 1867-ci ildir və həmin aralığa daxil olmur. Bir daha qeyd edirik, bizə 1870-1940-cı illər aralığı lazım idi. Növbəti testə keçid edirik. Xəritədə göstərilmiş komendant idarə üsul dövrünə aid əyalətlərin ümumi cəhətlərini düzgün qeyd edin. Baxaq. 1.
Demək, bir də bizə qeyd edir ki, demək, bir dəqiqə burada, bir dəqiqə yoldaşlar. Aha. Bir də bizə nə qeyd edir? Bir də bizə qeyd edilir ki, ərazisinin Çar Rusiyasının müstəmləkə siyasətinə qarşı üsyan baş vermişdir. 1 və 3. Baxaq 1 və 3-ə. 1 Lənkəran, 3 Şəki ərazisidir. Yoldaşlar, Lənkəranda komendant idarəçisinə qarşı üsyan 1831-ci ildə baş verib, bəli. Şəkidə bu üsyan 1838-ci ildir, bəli. Və oxşar ümumi cəhətdimi? Bəli. 1 doğrudur. 2-yə baxırıq. 1 və 2. 19-cu əsrin 20-ci illərində təşkil edilmişdir. Baxaq. Baxaq. Nə təşkil edilib? Bir dəqiqə. Komendant dərsi olur. Demək, birinci Lənkəran ərazisidir. Lənkəranın işğalı və Rusiyanın orada idarə etmə qurması 1826-cı ildir və Qarabağ xanlığında isə Qarabağ xanlığının ləğvi komendant idarəsinin yaradılması o da 1822-ci ildir. 19-cu əsrdəmi? Bəli, 19-cu əsrdir. 20-ci illərdir. Bəli, 20-ci illərdir. Demək, ikinci versiyada doğrudur. Testimizin doğru cavabı məlumdur. 1 və 2 B variantı. Amma 3 və 4-ə də baxaq. Kürəçən müqaviləsini imzalayıb. Şəki xanlığı Kürəçən müqaviləsini imzalayıb. Amma Şamaxı xanlığı ilə bağlı biz bunu qeyd edə bilmirik. Ona görə də bu doğru cavab deyil. Burada isə 2-4 qeyd edilib. Müəyyən müddət Dərbənd quberniyasının tərkibinə aiddir. 2 və 4 haradır? Qarabağ və Şirvan təbii ki, Qarabağ olan ərazisi Dərbənd quberniyasına əlbəttə daxil deyildir. Və yanlışdır. Testimizin doğru cavabı bir daha qeyd edirəm. 1 və 2 ərazisidir. Növbəti sual. Mehranlər sülaləsinin Albaniyada hakimiyyəti olduğu dövrə aiddir. Mehranlər sülaləsi rəsmi şəkildə belə deyək, Albaniyada mövcudluğu 630-cu ildən 705-ci ilə qədərki zaman tarixili Varaz Qriqorla başlamışdı. Bu aralığa aid olanı biz tapmalıyıq. Tapaq. Mani təlimi. Yoldaşlar, maniçilik təlimi 3-cü əsrə aiddir. Bizə isə 7-ci əsrdə olan hadisə lazımdır. Yaxud 8-ci əsrin əvvəli. A variantı təbii ki, doğru deyil. B variantına baxırıq. Babəkin Xürrəmlər Hərəkatına rəhbərlik etməyə başlaması. Babək Xürrəmlər Hərəkatına rəhbərlik etməyə başlayıb 816-cı ildə. Bu 9-cu əsrin əvvəlləridir. Əlbəttə ki, 9-cu əsrdə heç Albaniya dövləti yox idi, nəinki Mehranilər. Onsuz da Mehranilər sonuncu sülalədir Albaniyada olan. B yanlışdır. Amid döyüşü 359-cu ildə baş verib. Mehranilər sülaləsi isə 630-705-ci il aralığında mövcud olur. Demək, C variantı da yanlışdır. D-yə baxırıq. Ərəblərə qarşı Azərbaycan cənubunda üsyan baş verməsi. Ərəblərin ümumiyyətlə Azərbaycana müdaxiləsi 639-cu ildən başlayır. Tam olaraq 642-ci il Mahəbəd və Həmədən döyüşlərindən sonra. Üsyanlar dalğası da ondan sonra da 643-44-cü illər və bu Mehranilər sülaləsi dövrünə təsadüf edir. Və doğru cavab. Y variantına baxırıq. 3-cü Mömin Vaçaqan xristianlığı yaymağa çalışdı. Söhbət Aguyen kilsə məclisinin çağırılmasına gedir. 488-ci il. Və bu 5-ci əsrdir. 5-ci əsrdə Mehranilər sülaləsi mövcud deyil. 5-ci əsrdə demək 3-cü Mömin Vaçaqanın hakimiyyəti dövründə olan sülalə Arşakilər sülaləsidir. Bilirik ki, 510-cu ildə süqut edilib 6-cı əsrin əvvəllərində və testimizin yanlış cavabıdır. Doğru cavab bir daha qeyd edək. D olacaq. Ərəblərə qarşı Azərbaycan cənubunda üsyanın baş verməsi. Növbəti sual Heydər Əliyevlə bağlı bir sualdır. Qeyd edir ki, Heydər Əliyevin Azərbaycanda SSRİ rəhbərliyi dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbirlərə aiddir. Yoldaşlar, biz 3 məsələyə baxmalıyıq. Birinci məsələ Heydər Əliyevin fəaliyyətinə aid olan bir məsələ olmalıdır. İkinci məsələ Azərbaycan SSRİ-yə aid olan bir məsələ olmalıdır. Yəni, Azərbaycan Respublikası dövründəki rəhbərliyini nəzərdə tutub. Üçüncü bir məsələ, hətta 4 məsələyə baxmış oluruq. Sosial-iqtisadi tədbiri seçməliyik. Ola bilsin ki, Heydər Əliyevə aid, ola bilsin Azərbaycan SSRİ dövrünə aid, amma sosial-iqtisadi məsələ deyil. Dördüncü məsələ, aid olmayanı baxmalıyıq. Səhvi tapmalıyıq. Yəni, bir sualda biz 4 fərqli bir məsələyə toxunmuş oluruq. Baxaq. Bakı metrosunun ilk 6 stansiyasının fəaliyyətə başlaması. Biz bilirik ki, Heydər Əliyevin Azərbaycan SSRİ rəhbərliyi dövrü 1969-cu ildən 1982-ci il aralığındakı zamandır və Bakı metropoliteni fəaliyyətə başlayıb 1967-ci ildə bu Heydər Əliyevin dövrünə təsadüf etmir. Bizə elə təsadüf etməyən lazımdır.
Bir, testimizin doğru cevabıdır. Yanlış olsa belə. Yəni biz yanlışları doğru götürürük. İki, Bakı Məişət Kondisionerləri Zavodunun fəaliyyətə başlaması. Bakı Məişət Kondisionerləri Zavodu 1975-ci ildə fəaliyyətə başlayıb. Heydər Əliyevin dövrünə düşür, Azərbaycan SSR rəhbərliyi dövrünə düşür və aiddir. Və sosial-iqtisadi tədbirdir, əhali ilə bağlı bir məsələdir. Amma bizə aid olmayan lazımdır deyə ikini götürmürük. 3. Kolxozçulara pasport verilməsinə başlanılması. Yoldaşlar, kolxozçulara pasport verilməsinə başlanılması hadisəsi demək 1959-cu ilə təsadüf edir və bu Heydər Əliyevin hakimiyyəti dövrü deyil. Ona görə də 3 yanlışdır. Amma biz səhvləri götürdüyümüzə görə 3-ü doğru cavab olaraq götürəcəyik testimizdə. Baxırıq 4-ə Ağdam-Xankəndi dəmir yolu. Ağdam-Xankəndi dəmir yolu çəkilməsi 1979-cu ildir. Bu Heydər Əliyevin dövrünə təsadüf edir. Azərbaycan SSR dövrünə də aiddir. Çünki 1969-1982-ci illər aralığına daxildir. Və sosial-iqtisadi tədbirdirmi? Bəli, sosial-iqtisadi tədbirdir. Amma doğrudur deyə götürə bilmərik. Bizə yanlışlar lazım idi. Yanlış olanlar 1 və 3-dür, amma testimizin doğru cavabı da 1 və 3-dür. Növbəti suala keçid edək. Ümid edirəm bu sual aydındır. Nə deyir burada? Osmanlı İmperiyasına durğunluq və geriləmənin daxili səbəbləri. Yoldaşlar, Osmanlı İmperiyasına durğunluq və geriləmənin həm daxili, həm xarici səbəbləri var. Əslində asan sualdır. Çünki daxili səbəblər və xarici səbəbləri biz əlbəttə ki, ayırd edə bilirik. Mənə gəlir ki, bu çətin deyil. Yəni, inanmıram ki, abituriyentlərlə bağlı abituriyentlərdə belə bir çətinlik yaşansın. Mərkəzi hakimiyyətin nüfuzdan düşməsi təbii ki, bu daxili səbəbdir. Yəni, mərkəzi hakimiyyətin nüfuzdan düşməsi daxillə bağlı bir məsələ, idarə etməklə bağlı bir problemdir. Bir doğru cavabdır və onsuz da bizdən daxili səbəblər istəyir. Burada da qeyd edək. Beynəlxalq ticarət yollarının dəyişməsi. Beynəlxalq ticarət yollarının dəyişməsi xarici bir amildir. Adından dedik, göründüyü kimi, səsləndirdiyimizdə nə deyirik? Beynəlxalq. 2 yanlışdır. 3-ə baxırıq. Hərbi len sisteminin tamamilə ləğv edilməsi. Hərbi len sistemi yeni şəhərlərlə bağlı bir məsələdir və bu daxili bir məsələdir. Bəli, 3-cü cavab testimizin doğru cavabı olacaq. 4. Ordu quruculuğunda nöqsanların bir dəqiqə, hərbi len sisteminin tamamilə ləğv edilməsi. Bu, daxili səbəbli yoldaşlar, amma testimizə aid olmayacaq. Bir niyə aid olmayacaq? Çünki tamamilə ləğv edilmə prosesi yoxdur. Bu hissəyə biz diqqət etmədik, az qala. Amma yaxşı ki, bir daha baxdım. 3 yanlışdır. Çünki tamamilə sözü burada qaydanı pozur. 4. Ordu quruculuğunda nöqsanların artması. Bəli, ordu quruculuğunda nöqsanlar əlbəttə var idi. Onsuz da xatırlayırsınız, hətta 3-cü Səlimin dövründə Avropa nümunəsində ordu yaradılmasına çalışılırdı. Və yer gəlmişəm, mən bir məsələ qeyd edeyim. Hərbi len sisteminin tamamilə ləğv edilməsi 19-cu əsrin 20-ci illərinə aid yeri gəlmişəm. Durğunluq və geriləmə dövründə təsadüf etmir. Başlanmasına təsadüf etmir, daha doğrusu. 1 və 4 testimizin doğru cavabı olacaq. 1 və 4. Növbəti suala baxaq. Xəritədir. Osmanlı dövlətinin ələ keçirdiyi ərazinin xronoloji arcalarına baxaq. Yoldaşlar, birinci məsələ nədən ibarətdir? Biz baxırıq ki, Osmanlı dövlətində bu ərazilər haradır? Birinci, bir rəqəmli işarələnmiş ərazi əlbəttə ki, nədir onun adı? Konstantinopoldur, yəni İstanbuldur. 2 ərazisi Misirdir. 3 ərazisi isə Tunisdir. Şimali Afrikadır. Baxaq. Konstantinopol ələ keçirilir 1453-cü ildə. Misir fəth edilir 1-ci Səlimin hakimiyyəti dövründə, yəni 1512-20-ci illərdə və 3 Tunis isə Sultan Süleymanın dövründə, belə deyək. Və bu hadisə 1520-60-cı illər aralığına təsadüf edir. Ardıcıllıq da elə 1-2-3 olacaq. 1453, 16-cı əsrin əvvəli və 16-cı əsrin belə deyək ikinci yarısı 1500 ikinci yarısı da demək olar 1520-66-cı illərdə Sultan Süleymanın hakimiyyəti dövrü. Asan sual idi əslində. Asan sual idi. Növbəti bir asan sual. Azərbaycanda erkən Tunc dövrünə aid xarakterik xüsusiyyətləri müəyyən. Erkən Tunc dövrü dedikdə biz xış əkinçiliyinin yaranması, ibadət evlərinin xüsusi olaraq köçmə yaylıq maldarlığını qeyd edə bilərik. İndi görək burada olan məsələ nədən ibarətdir? 1. Duluzçuluq və toxuculuq kimi sənət sahələri yaranır. Yoldaşlar, yanlışdır. Çünki duluzçuluq və sənətkarlıq nümunəsi olan toxuculuğun yaranması Neolit dövründədir.
Və bu yanlışdır, erkən tunç dövrünə aid deyil. Mövcud olması desə bəli, doğru olardı, amma yaranması dediyinə görə götürə bilmərik. Dini ayinlərin icrası üçün ibadətgahlar tikildi. Bəli, doğrudur. Mən elə əvvəldə də dedim ki, ibadətgahlar erkən tunç dövrünə aid bir xüsusiyyətdir. Qazaxda Baba Dərviş, Xaçmazda Sərkərdəbə və Naxçıvanda Kültəpədən ibadət evləri aşkarlanmışdı. Üçə baxırıq. Əhalinin dağətəyi və dağlıq zonalarda məskən salması. Demək, bu da doğru cavabdır. Çünki əhali erkən tunç dövründə bəli, dağlıq və dağətəyi zonalarda məskən salır. Dördə baxırıq. Metaldan ilk əmək alətlərinin hazırlanması. Xeyr, bu yanlışdır. Çünki metaldan ilk əmək alətləri yoldaşlar enolit dövrünə aiddir. Mis ilk dəfə kəşf olunur. 4 yanlışdır. 5 şumlama zamanı qoşqa heyvanlarından istifadə. Bəli, əlbəttə ki, xış əkinçiliyi var idi. Onsuz da xış varsa qoşqa heyvanlarından istifadə olunacaq. 2, 3 və 5 testimizin doğru cavabı olacaq. Növbəti suala keçid edək. Azərbaycan Xalq Cümhuriyyətinin demək Tiflis, Gəncə və Bakı dövrünə aid olanları. Birinci Tiflis dövrü 1918-ci ilin 28 mayından 16 iyununa qədər davam edir. Gəncə dövründən söhbət gedirsə, Gəncə dövrü 1918-ci ilin 16 iyulundan sentyabr ayının 17-sinə qədər davam edir. Bakı dövrü isə 1918-ci ilin 17 sentyabrından, hansı ki 15 sentyabrda Bakının azad olunması və sentyabr 2 gün sonra artıq rəsmi şəkildə Bakıya köçürülməsindən sonra 1920-ci il 28 aprelə qədər, yəni Cümhuriyyətin sübutuna qədər ki dönəmdir Bakı dövrü. Baxaq, görək nədən söhbət edir. Azərbaycan Türk dilinin dövlət dili olması. Bu 27 iyundur 1918-ci ildir və bu hadisə demək düşür Gəncə dövrünə. Bu hadisə düşür Gəncə dövrünə. Demək 2-yə olacaq A variantı. Azərbaycan parlamentinin yaradılması haqqında qanunun qəbul olunması. Yoldaşlar, parlamentin yaradılması haqqında qanunun qəbul olunması 1918-ci il 20 noyabrdır. 20 noyabr isə Bakı dövrüdür. 3-ə olacaq B variantı. Osmanlı dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyini tanıması elə dövlət cümhuriyyət yaranan dönəmdədir. 18-ci il və Tiflis dövrüdür. 1-ə olacaq C. Kəndlərə pulsuz torpaq payının verilməsi. Yoldaşlar, kəndlərə pulsuz torpaq payının verilməsi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid deyil. Çünki aqrar islahatı həyata keçirə bilməmişdir Azərbaycan Xalq Cümhuriyyəti. Konstitusiyanın qəbul edilməsi Y variantına qeyd etdiyi. O da Cümhuriyyətə aid deyil. Çünki Cümhuriyyət dövründə yenə də konstitusiyamız yoxdur. 1-ə aid olacaq demək C. 2-yə aid olacaq A. 3-ə aid olacaq B. B. Parlamentin yaradılması haqqında qanun. Növbəti sual. Artıq biz mətnə keçid edə bilərik. Baxaq. Demək, mətndə bizdə nəyi soruşur? İngilis parlamenti Boston çay qonaqlığı adlanan hadisədən sonra Boston limanının ticarət fəaliyyətini dayandırdı. Demək, biz bilirik ki, söhbət istiqlaliyyət müharibəsindən gedir. İngiltərə və ABŞ arasında olan müharibə. Deyir ki, dözülməz qanunlar adlanan sənəd İngiltərə parlamentinə qəbul edildikdən sonra 1773-cü ilin sentyabrında 13 koloniyadan 12-si 1-ci kontinental konqresdə toplandı və təcili şəkildə müharibəyə başlamağın zəruriliyi vurğulanır. Söhbət Amerikadan gedir. İngiltərəyə qarşı müharibəni nəzərdə tutur. 2 il sonra başlayan müharibənin, yəni müharibə biz bilirik ki, 1775-ci ildə başladı, 1883-cü ilə qədər. 2 il sonra başlayan bu müharibənin əvvəlindəki döyüşlər koloniyalarda ruh yüksəliyi yaratdı. Saratoga döyüşündə baş verənlər isə İngilis ordusu üçün əsl faciə idi. Biz bilirik ki, Saratoga döyüşündə Amerikanlar qalib gəlir, yaxud Amerikalılar daha doğrusu qalib gəlir 1777-ci il və yer gəlmişdən Amerikalılar dedikdə onsuz da onlar da İngilislər idi, Avropadan gələnlər idi, amma artıq Amerikada fəaliyyət göstərən koloniyalılar, koloniya vətəndaşları idi, belə deyək. Müharibənin gedişində müstəqilliyini elan etmiş dövlət, yəni Amerika Birləşmiş Ştatları, Qərbi Avropanın aparıcı dövlətlərinin köməyi ilə, yəni Qərbi Avropanın aparıcı dövlətləri dedikdə Fransa, İspaniya, Hollandiya bu ölkələr nəzərdə tutur, İngilisləri müharibədə məğlub etdi. Biz bilirik ki, İngilislərə qarşı müharibədə Amerikanı müdafiə edən dövlətlər var idi. Hətta Amerikaya ciddi şəkildə pul yatırım edən dövlət var idi, Fransanı nəzərdə tutmaq olar. Baxaq görək bizdən nəyi soruşur. Deyir ki, mənbədə bəhs olunan müharibədə, yəni 1-ci istiqlaliyyət müharibəsində İngilislərə qarşı mübarizə aparan Qərbi Avropa dövlətlərinin ikisinin adını qeyd edin. Biz sualı görmədən artıq cavabı verdik.
İkisinin adı yox, hətta üçünü qeyd eləmək olar. Mən onsuz da qeyd elədim. Fransadır, Hollandiyadır və biri də İspaniyadır ki, Birinci Sıralət müharibəsində Amerikanı dəstəkləyiblər, yaxud İngilislərə qarşı mübarizə aparıblar. Açıq suala biz belə cavab verdik. Növbəti açıq sualla bağlı. Haqqında bəhs edilən müharibənin gedişində müstəqilliyi elan etmiş dövlətin qalib gəlməsinin içki nəticəsini biz qeyd edirik. Qalib gəlmiş dövlət Amerika Birləşmiş Ştatlarıdır. Nəticəsi nədən ibarətdir? İngiltərə bu müharibəni məğlub olur. Demək, Versalda müqavilə imzalanır və müqavilənin şərtlərinə əsasən demək, Alleqan dağlarından Mississippi çayına qədər olan ərazilər Amerikanın nəzarətinə keçir və başqa formada desək, eyni zamanda koloniyalarda ABŞ-ın müstəqilliyi tanınır. Onu qeyd edə bilərik. Başqa bir məsələ nə qeyd etmək olar? Demək, yeri gəlmişkən, istiqlaliyyət müharibəsi Avropadakı demək, inqilabi hərəkatlara təkan verir. Bunu qeyd etmək var. Avropada inqilabi hərəkət dedikdə nəyi nəzərdə tuturuq yoldaşlar? Fransa burjua inqilabı misal üçün nəzərdə tutulur. Ki 1789-cu başlayan Fransa burjua inqilabına ciddi şəkildə təsir edir. Hətta Fransa burjua inqilabında demək, Amerikada qəbul olunmuş istiqlaliyyət bəyannaməsinin ciddi şəkildə təsiri baş verir. Bunu qeyd etmək olar. Neçə səbəb demişdik? 2 nəticə qeyd edilmişdi. Hətta biz 3 ya 4 nəticəni qeyd etmiş olduq. Bir daha qeyd edək. Müqavilənin şərti Alleqan dağlarından Mississippi çayına qədər olan ərazilər tanınır. Avropadakı inqilabi hadisələrə təsir edir. Bunu qeyd etmək olar. Versalda müqavilə imzalanır. Bu məsələni qeyd etmək olar. Başqa bir məsələ demək, Şimali Amerikada koloniyalarda Amerikanın müstəqilliyi tanınır. Əlbəttə bunu qeyd etmək olar və s. Bir dəqiqə, biz sonuncu suala baxdıq. Bir sualda türdük deyəsən burada. Yoldaşlar, bir suala türmüşük. Deyək ki, 9-cu sualı qaydıram həmin yerə. Bəhs edilən müharibədə İngiltərənin məğlub olmasının mənbədə göstərilməyən 2 səbəbini qeyd edin. Niyə İngiltərə məğlub oldu? Çox sadə səbəbdən Amerikalılar bir növ koloniyalarda öz, deyək ki, vətənləri deyək də, artıq onların vətənləri idi, vətənlərini daha yaxşı müdafiə edilər. Onların döyüş həvəsləri və yaxud istəkləri daha arzulu idi. Belə deyə, bunu qeyd etmək olar. İkinci bir məsələ, bu müharibədə xüsusi taktikadan istifadə olundu. Yandırılmış döyüş taktikası. Nəticədə yenə də Amerikanlıların qalib gəlməsinə bu ciddi şəkildə rol oynadı. Yaxud İngilislərin məğlub olmasında bunu qeyd etmək olar. Ən önəmli səbəblərdən biri, müharibə İngiltərədən uzaqda baş verir. Və İngiltərəyə buradan oraya qoşun aparması, orada döyüşməsi, bunlar hamısı kifayət qədər çətin idi. Səbəblərdən biri bunu qeyd etmək olar. Neçə səbəb deyir bizdən? 2 səbəb. Yenə də biz testdə doğru cavab verdik. Əlavə olaraq nəyi qeyd etmək olar? Burada nə qeyd edilir? Partisan müharibəsi, bəli, var idi bu məsələdə. Partisan müharibəsi. İngiltərənin müttəfiqsiz döyüşməsi, yaxud Amerikanın müttəfiq tapması özünə. Fransadır, Hollandiyadır, İspaniyada Amerika tərəfində idi. Bunu qeyd etmək olar və bu göstərilən səbəblər əlbəttə ki, İngiltərədə vətəndaş istiqlaliyyət daha doğrusu müharibəsində məğlub olmasına ciddi səbəb sayıla bilər. Yoldaşlar, biz 5 iyul 2026-cı il 3-cü qrup qəbul blok 2-ci mərhələ deyək, suallarının izahına baxdıq. Ümid edirəm ki, anlaşıqlı oldu və çox ləng olmamağa çalışdım. Çünki bu zaman sualların izahında bəzən belə bir məsələlər olur ki, çox xırdalığa gedəndə də şagirdlər üçün, abituriyentlər üçün anlaşıqlı olmaya bilir. Çünki bir növ fikirləri qarışır, beyin qarışır, necə deyərlər. Belə, növbəti dəfə izahım demək, 2-ci qrupa aid suallarla bağlı olacaq. Ehtimal ki, indi yenə də bu barədə düşünəcəm. Növbəti izahlarda, növbəti dərslərdə, videolarda görüşənədək hələlik.